Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bir-birlərinə çox yaxın insanlar daima olaraq bəzilərindən təbii ki, söhbət gedir burada, süni təzahürlər nümayiş etdirirlər. Halbuki həmin o bir-birlərindən yaxın olmayan insanlardan fərqli olaraq bəziləri də var ki, istəyir nifrətin olsun, istəyir sevgisini olsun, uzaqdan nümayiş etdirir, yaxud biruzə verir. Yəni, yaxından süni hər hansı bir növ günümüzdə daha çox gündəmdə olan paylaşılan storylər olsun, hər hansı növ postlar olsun, süni nə ürək atmalar, nə ürəyin içində ox atmalar, güya bu dərəcədə yaxınlıq fikirləri yaxud təzahürləri nümayiş etdirmirlər. Çünki bəzi şeylər var ki, təbii yaşanılan hisslərdir. Onu süni olaraq göstərsən nə var, göstərməsən nə var. Və həmin süni insanların adətən elə bir hissləri olur. Yaxın münasibət qurulur və həmin münasibətin bir problem, kiçik problemin böyük problemə çevrilməsi nəticəsində ani bir şeydən deyək, bir-birlərinə olan bütün səhvlərin hamısını ortağa açıb döymək olur. Məsələn, sən səhvsən, sən pissən və bitdi. Çünki sünidə axı, süni olduğu üçün bu qədər bitməsi də asan gəlir, çətin deyil. Və sonra da qarşı tərəfi istəmsizcə adi bir kiçik bir şeylərə görə günahlandırmaq prinsipi yaxud metaforizmi formalaşır. Çünki hisslər daxilindən qaynaqlanmır, sadəcə səthi olduğu üçün yaxşılıqlar bir kənara qoyandan sonra pis nələr varsa, hamısını ortalığa tökmək çox asan gəlir. Halbuki o yaxın yox, hisslərini uzaq göstərən şəxslə qurduğu münasibət olsaydı, bu belə olmayacaqdı. İstəyirsəniz səhv və günahı axtarmaq yerinə yola vermək forması yarana bilərdi. Sadəcə insanların əksəriyyətinin genetikası süniliyini tez bürüzə verirlər. Bu qədər. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir. Çalışın bu tip insanlardan uzaq olun.